Ladies and gentlemenlar, deməli belə bir sualımız var. Deyir ki, içlərində Seymur, Dadalığı Mais, bir də aşağı başın baş narkomanı 1995-ci il təvəllüdlü Əlağa Şahin Vaqif oğlu olan 8 nəfərlik quldur dəstəsinə Qərənfil xala sıraya düzür. Qərənfil xala Seymur, Mais və Əliağanın üçünün birlikdə yan-yana durmağına icazə vermirsə, bu quldurlar neçə fərqli şəkildə sıraya düzülə bilər? Deməli, biz bilirik ki, 8 nəfər 8 faktorial şəklində sıraya düzülə bilər. Biz indi tapsaq ki, Seymur, Mais və Əlağa birlikdə olmaq şərti ilə sıraya neçə fərqli şəkildə düzülə bilərlər? Və onu 8 faktorialdan çıxsaq, cavabımız çıxmış olur. Deməli, nə edirəm? Mən əgər bunlar üçü birlikdə sayıramsa, bunlar bir blokdular. Seymur, Mais və Əliağa. Bir dənə onlardılar. Onlar bir nəfər kimi düşünürük artıq burada. Yerdə qalan 5 nəfər olur. 8-dən 3'ü çıxırıq, 5 nəfər qalır. O 5 nəfərlə birlikdə onlar 6 faktorial şəklində sıraya düzülə bilərlər. 5 nəfər qaldı və onlar üçü birlikdə düzülür. İndi mən bu 6 faktorialı gətirib 3 faktoriala vurmalıyam. O da niyə? Çünki Mais, Seymur və Əlağa öz aralarında da yer dəyişə bilərlər də. 3 nəfər sıraya 3 faktorial şəklində düzülə bilər. Bu da özü bir fərqlilik yaradır. Ona görə onu 6 faktoriala vurmalıyam. Deməli, mən gətirib buradan 8 faktorialdan 3 faktorial vurulsun 6 faktorial çıxanda cavabı tapmış oluram. Bu ifadəni də ən rahat necə sadələşdirərəm? 8 faktorialı yazaram, 8 vurulsun, 7 vurulsun 6 faktorial şəklində. Bunu bu şəkildə yaza bilərəm. 3 faktorial onsuz 1 vur 2 vur 3 6 verir. 6 vurulsun 6 faktorial yazaq. 7 vur 8 56, 56'dan da 56 vurulsun 6 faktorial. Çıxılsın 6 vurulsun 6 faktorial. O da bərabərdir 50 vurulsun 6 faktorial. Cavabımız bu olur.